Qurbanın özünü günahlandırmaq. Yəni sən hər zaman bir qurbansan bu münasibətin içində. Çünki hər zaman yəni əzab, əziyyət, dərd çəkən tərəf sənsən. Sənsən çünki çabalayan da sənsən, dərd çəkən də sənsən, günahkar da sənsən. Yəni ki, narsistin sevdiyi insan, sevdiyi yox da belə deyim, düz çıxmır. Narsist nədən sevə bilmir? Nədən siz hiss edirsiniz ki, bu sevgi deyil? Bir tərəfdən deyirsiniz, yox, axı məni buraxmır. Axı məni məndən tam da vaz keçmir. Nədən? Çünki narsist üçün sən bir ehtiyacsan. Nədən deyirlər resurs? Niyə insanlara resurs kimi baxır? Məsələn, sənin evində tutalım buzdolabı var, kondisioner var, kombi var, tutalım. Bunları sən sevirsən? Yox. Düzdürmü? Biz bunları sevmirik ki, bizim bu böyük ehtiyaclarımızdır. Hə, məsəl üçün də qışdır, bizə bütün qış boyu, yəni ki, hələ yayda da isti su bizə lazımdır ki, çimmək üçün, tutalım qabları yumaq üçün, hər bir şey üçün isti su insana lazımdır. Düzdür, sənin üçün ehtiyacdır. Bu korlanan kimi sən gedirsən onu təmir etdirirsən. Narsist də həmçinin görəndə ki, sən uzaqlaşırsan, sən artıq lap çökmüsən, səni lap da itirməyə başlayır. Ya lap çökəndə də çox elə ona narahat olmur. Əsas sən uzaqlaşanda ondan. Yəni ki, bir növ hələ məişət texnikası korlandı, yəni sən uzaqlaşdın. Təmir etmək kimi, yəni gəlir səni təzədən hələ bir şirin sözlə, hansısa bir davranışı ilə, nə isə sən bir hədiyyə almaqla, nə isə bir könlünü bir alıdır da bir şəkildə sənin. İndi hər narsistin özünə görə kim necə artıq öyrəşib. O da bir siklin bir hissəsidir.